Bizim üstünlüğümüz tabii ki ondadır ki təbii sərvətlərimiz var. Eyni zamanda əldə edilmiş gəlirlər ədalətli şəkildə cəmiyyətdə bölüşdürüldü. Neftdən gələn gəlir hər bir Azərbaycan vətəndaşının arasında ədalətli şəkildə bölünür. Bəli, onlar düz deyir. Gəlin sizə bölgünün necə düz aparıldığını göstərim. Təsəvvür edin ki, bu əlimdəki pul dövlət büdcəsidir. Mən məmuram. Bayraq isə təsəvvür edək ki, Azərbaycan vətəndaşıdır. İndi sizə neftdən gələn gəlirin məmur və vətəndaş arasında necə bölündüyünü izah edim. Ay vətəndaş, bax biri sənin, biri mənim. İkisi sənin, bir, iki. İkisi mənim. Üçü sənin, bir, iki, üç. Üçü mənim. Dördü sənin, iki, üç, dörd. Dördü mənim. Beşi sənin, bir, iki, üç, dörd, beş. Beşi mənim. Altısı sən... Yox, vəbşə bu da mənim. Bu da mənim. Əziz dostlar, indi başa düşdünüzmü ki, neftdən bizim payımıza düşən nədir?